Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun müəllimlər. Hər vaxtınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir. 2-3 dəqiqə gözləyək müəllimlər. Hər kəs qoşulsun, sonra başlayaq. Bugün mövzu izah olacaqdır. Bir daha axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir müəlliməm. Hər vaxtınız xeyir olsun. Deməli müəllimlər, bugünkü dərsimiz mövzu izah olacaqdır. Ümid edirəm ki, hər kəs qoşuldu. Deməli, bugünkü dərsimizin mövzusu molekulyar kinetik nəzəriyyə. Molekulyar kinetik nəzəriyyənin əsas anlayışları, izoproseslər. Gəl ilk öncə başlayaq molekulyar nəzəriyyə, kinetik nəzəriyyənin əsas müddəalarından. Görək diffuziya nədir, Brown hərəkəti nədir, molekulyar kinetik nəzəriyyənin əsas müddəaları hansılardır? İlk öncə bundan başlayaq. Deməli, cisimlərin daxili quruluşu, onları təşkil edən atom və molekulalar arasındakı qarşılıqlı təsirlər, yəni bunun da nəticəsində maddələrin bir sıra xassələri, məsələn, hansı xassələr ola bilər? Qızma və ya soyuma nəticəsində cisimlərin həcminin dəyişməsi, buxarlanması, kondensasiyası, ərimə, bərkimə, diffuziya, məsələn, konveksiya və s. Bunlar molekulyar fizika bölməsində öyrənilir. Molekulyar fizika cisimlərin daxili quruluşunu, onların xassələrini və materiyanın istilik hərəkətinin əsas qanuna uyğunluqlarını öyrənən fizika bölməsidir. Müəllimlər, zəhmət olmasa mikrofonu bağlayaq, səs olmasın. Onsuz da mövzu izahıdır yəni.
Deməli nə oldu molekulyar fizika? Cisimlərin dedik daxili quruluşunu, onun xassələrini və materiyanın istilik hərəkətinin əsas qanun uyğunluqlarını öyrənən fizika bölməsidir. Cisimlərin atom və molekullardan təşkil edildiyini, bu zərrəciklərin daim xaotik hərəkətdə və qarşılıqlı təsirdə olma təsəvvürləri əsasında maddələrin xassələrini, onlarda gedən istilik proseslərini izah edən nəzəriyyə molekulyar kinetik nəzəriyyə adlanır. Və molekulyar kinetik nəzəriyyənin əsasını 3 müddəa təşkil edir. Görək hansıdan müddəalar? Birinci müddəa ondan ibarətdir ki, bütün maddələr zərrəciklərdən, yəni atom və molekullardan təşkil olunmuşdur. Deməli, nə oldu? Bütün maddələr zərrəciklərdən, atom və molekullardan təşkil olunubdur. İkinci müddəamız hansıdır? Maddəni təşkil edən zərrəciklər daim fasiləsiz və nizamsız, yəni xaotik hərəkətdədirlər. Bu oldu bizim ikinci müddəamız. Üçüncü müddəamız isə maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədirlər. Onlar arasında cazibə və itələmə xarakterli qüvvələr mövcuddur. Deməli, bütün maddələr atom molekullardan təşkil olub. Bu atom molekullar daim fasiləsiz və nizamsız hərəkət edir və bu maddə zərrəcikləri bir-biri ilə qarşılıqlı təsirdədirlər. Onlar arasında cazibə və itələmə xarakterli qüvvələr mövcuddur. Atom və molekulların varlığını ilk dəfə John Dalton aşkar eləmişdi. Deməli, ölçmələr nəticəsində o atom və molekulların diametrinin -10 metr tərtibində olduğunu almışdı. Böyük miqdarda atom və molekullardan təşkil olunmuş cisim makroskopik cisim adlanır. Deməli, böyük miqdarda atom və molekullardan təşkil olunmuş cisimlər makroskopik cisimlər adlanır. Məsələn, qabdakı su, balondakı qaz, daş, dəmir çubuq, yer, günəş və s. Bunlar makroskopik cisimlərə misal ola bilər. Makroskopik cisimləri təşkil edən zərrəciklərin nizamsız hərəkəti istilik hərəkəti adlanır. Deməli, istilik hərəkətində molekulyar kinetik nəzəriyyənin ikinci müddəasının doğruluğunu Brown'un çiçək torcuqlarının suda hərəkətini müşahidə etməsi ilə aşkar olundu. Deməli, o nə edibdir? Suda olan bitki torcuqlarına mikroskopla baxaraq müəyyən edib ki, torcuqlar mürəkkəb trayektoriya üzrə yerlərini dəyişirlər, yəni nizamsız, xaotik hərəkət edirlər və bu hərəkət görüb ki, kəsilmədən davam edir. Deməli, Brown hərəkəti o zaman nə olur? Mayelərdə və ya qazlarda asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti Brown hərəkəti adlanır. Brown hərəkətin izahını Einstein vermişdi. Yəni, molekulyar kinetik nəzəriyyəyə görə Brown hərəkətinin səbəbi maye və ya qaz molekullarının nizamsız hərəkət etməsi nəticəsində onların Brown hissəciyinə müxtəlif tərəflərdən vurduğu zərbələrin bir-birini kompensasiya etməməsidir. Nəticədə maye molekullarının Brown hissəciyinə göstərdiyi yekun təzyiq qüvvəsi sıfırdan fərqli olur. Hər hansı anda Brown hissəciyinə molekullar tərəfindən müəyyən bir istiqamətdə endirilən zərbələr üstünlük təşkil edir və hissəcik həmin istiqamətdə hərəkət edir. Sonda isə hissəciyə başqa istiqamətdə endirilən zərbələr üstünlük təşkil edir ki, bu da onun hərəkət istiqamətini dəyişməsinə səbəb olur. Deməli, müəllimlər, Brown hərəkətinin ətraflı öyrənilməsi nəticəsində aşağıdakı faktlar aşkar edilmişdir. Faktlar hansılardır? Brown hərəkətinin intensivliyi temperaturdan asılıdır. Deməli, temperatur artanda Brown hərəkətinin intensivliyi artır. Deməli, birinci xassəmiz nə idi? Brown hərəkətinin intensivliyi temperaturdan asılıdır. Brown hərəkətinin intensivliyi hissəciklərin ölçüsündən asılıdır. Hissəciklərin ölçülərinin azalması ilə Brown hərəkətinin intensivliyi artır. Brown hissəciyinin ölçüsü təqribən 1 mikrometrdən böyük olduqda Brown hərəkəti müşahidə olunur. Brown hərəkətinin intensivliyi mayenin özlülüyündən, yəni özlülük nə idi? Qatılıq dərəcəsindən asılıdır. Özlülüyü böyük olan mayedə Brown hərəkətinin intensivliyi asılıdır. Belə deyək də, yəni ki, özlülüyündən sanki təsim tənasib asılıdır. Daha özlü mayələrdə intensivlik az olur. Brown hərəkətinin intensivliyi azalır. Sonra Brown hərəkətinin intensivliyi Brown hissəciyinin maddəsinin növündən asılı deyil. Bax, bu çox zaman qarışdırılan bir müddəada bir xəstə olur. Bəzən çox vaxt bunun asılı kimi götürülür, amma Brown hissəciyinin maddənin növündən asılı deyil. Deməli, sonra müəllimlər, bu Brown hərəkəti deməli haqqında danışdıq. İndi bir də diffuziya hadisəsi var. Bu diffuziya hadisəsi nədir? Molekulyar kinetik nəzəriyyənin ikinci müddəasının doğruluğunu təsdiq edən amillərdən biri də diffuziyadır. Diffuziya hadisəsi nədir? Təmasda olan müxtəlif maddə, atom və ya molekullarının öz başına bir-birinə qarışması hadisəsinə diffuziya deyilir.
Diffuziya sözü yayılma mənasındadır. Latın sözü olub yayılma deməkdir. Məsələn, bir maddənin nizamsız hərəkət edən atom və molekulların digər maddənin atom və molekullar arasındakı boşluqlara nüfuz edərək qarışması nəticəsində diffuziya baş verir. Diffuziya qazlarda, mayelərdə və bərk cisimlərdə baş verir. Diffuziyanın sürəti əsas 2 dənə amildən asılıdır. Birinci nə idi? Molekulların konsentrasiyasından, yəni molekullar arasındakı məsafədən asılıdır. Bir də temperaturdan asılıdır. Məsələn, molekullar arası məsafə böyük olanda qazlarda diffuziya, maye və bərk cisimlərə nəzərən daha sürətli baş verir. Məsələn, otağın bir küncünə dağılmış ətrin qoxusu tez bir zamanda, yəni bütün otağa yayılır və yaxud da ki, məsələn, qazı biz atsaq, neynəyər? 1 saniyə, 2 saniyə ərzində otaqda biz o qazın iyisini hiss edə bilirik. Deməli, məsələn, ətir molekulları, qaz molekulları asanlıqla neynir? Hava molekullarına qarışır. Mayelərdə isə qazlardan fərqli olaraq molekullar bir-birinə axı daha yaxın yerləşir. Ona görə də bu səbəbdən də qazlara nisbətən mayelərdə diffuziya yavaş gedir. Məsələn, buna nəyə misal çəkə bilərik? Məsələn, içərisində yarıya qədər tünd rəngli, məsələn, göydaş məhullu olan şüşə qaba su əlavə eləsək, su ilə göydaş məhullu arasında əvvəlcə kəskin sərhəd alınır. Sonra bir müddət sonra kəskinlik itir, artıq bu sərhədin kəskinliyi və mayelər bir-birinə neynir? Qarışmağa başlayır. Artıq bir neçə gündən sonra isə mayelər tamamilə bir-birinə qarışır və açıq mavi rəngli bir cins məhlul alırıq. Deməli, mayelərdə dedik, qazlara nisbətən diffuziya biraz ləng gedir. Bəs bərk cisimlərin molekulları bir-birinə daha sıx yerləşdiyindən onlarda diffuziya çox yavaş gedir. Məsələn, qurğuşun və qızıl lövhələrini deyir, ağır yüklə bir-birinə sıxdıqda, hətta 5 il ərzində qurğuşun və qızıl molekulları bir-birinə yalnız 1 millimetr, hətta ondan da az deyir, nüfuz edə bilir. Deməli, maddənin temperaturunun artması ilə molekulların nizamsız hərəkət sürəti artır. Bu səbəbdən də deyirik ki, deməli, onların digər maddə molekulları arasında nüfuz etmə qabiliyyəti yüksəlir. Deməli, temperaturun artması ilə diffuziyanın sürəti də artır. Sonra müəllimlər, biz də dedik ki, üçüncü müddəmiz nə idi? Molekullar arasında qarşılıqlı cəzb etmə və itələmə xarakterli qüvvələr var idi. Məsələn, maddəni təşkil edən zərrəciklər arasında cazibə və itələmə xarakterli qüvvələr yaxına təsir xarakterlidir, elektromaqnet təbiətlidir. Molekulların tərkibinə daxil olan yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində yaranır. Molekulyar kinetik nəzəriyyənin maddənin nə üçün bərk, maye və ya qaz hallarında olduğunu həm də bizə belə deyim də anlamağa imkan da verir. Deməli, məsələn, qazlar asanlıqla sıxılır. Qazı sıxmaqla biz nə edirik? Onun həcmini onlarla dəfə kiçildə bilirik. Buna səbəb nə idi? Qazlarda atom və ya molekullar arasındakı məsafələrin onların öz ölçülərindən dəfələrlə böyük olması idi. Sonra maye molekulları isə bir-birinə daha çox yaxın yerləşir. Ona görə də müəyyən tarazlıq vəziyyəti ətrafında rəqsi hərəkət edirlər və deməli buna görə də mayelerin müəyyən forması yoxdur. Mayelər olduğu qabın formasını alır. Amma mayelər nə edə bilir? Özünün həcmini saxlayır. Deməli, qaz haqqında danışdıq, mayelər haqqında danışdıq, qaldı bərk cisimlərimiz. Bərk cisimlərdə atom və molekullar arasındakı cazibə qüvvəsi mayelərdəkinə nisbətən daha böyükdür. Bərk cisimlərin atom və molekulları müəyyən tarazlıq vəziyyəti ətrafında rəqsi hərəkət edir. Mayelərdən fərqli olaraq tarazlıq vəziyyətini demək olar ki, dəyişmir. Ona görə də bərk cisimlər həm həcmini, həm də formasını saxlayır. Deməli, məsələn, kristal bərk cisimlərdə maye və qazlardan fərqli olaraq molekullar dedik ki, müəyyən qaydada düzülübdür də, düzdürmü? Ona görə məsələn, metallar, naftalin, duz, buz və s. bunlar kristal cisimlərdir. Deməli, müəllimlər, danışdıq molekulyar kinetik nəzəriyyənin müddəaları haqqında, oradakı proseslər haqqında danışdıq. İndi molekulların ölçüsü, Avogadro sabiti, nisbi atom kütləsi, yəni molekulyar kinetik nəzəriyyənin əsas anlayışları haqqında danışaq. Deməli, birinci danışaq nisbi molekul kütləsi və yaxud da atom kütləsi haqqında. Deməli, nisbi molekul kütləsi nə idi? Maddənin bir molekulunun, yəni atomunun kütləsinin, karbonun atomunun kütləsinin 12də 1-nə olan nisbəti nisbi molekul və yaxud da ki, atom kütləsi adlanır. Nisbi molekul kütləsinin ölçü vahidi yoxdur. Düsturu isə MR şəklində yazırıq, yəni kəmiyyət olaraq biz onu MR şəklində yazırıq, bərabərdir. M0 bölək 12də 1 M karbon. Yəni, bax, qaydada necə demişdik? Maddənin bir molekulunun kütləsinin, karbon atomunun kütləsinin 12də 1-nə olan nisbəti. Bax, maddənin bir molekulunun kütləsinin, karbon atomunun 12də 1-nə olan nisbəti dedik ki, nisbi molekul kütləsi adlanır. Ölçü vahidi yoxdur. Burada MR nisbi molekul kütləsi, M0 bir molekulun kütləsi, MC yazdığım, bax burada, bu isə karbon atomunun kütləsi deməkdir.
Aha, deməli bu oldu bizim nisbi molekul kütləmiz. İkinci deməli, nəzəriyyənin əsas anlayışı, molekulyar kinetik nəzəriyyənin əsas anlayışlarından biri atom kütlə vahididir. Atom kütlə vahidi nə idi? Karbon atomunun kütləsinin 12də 1-nə deyilir. Yəni, bir atom kütlə vahidi, belə sözlərin baş hərfləri kimi yazırıq. Bir atom kütlə vahidi bərabərdir 12də 1 M karbon. Yəni, karbon atomunun 12də 1-nə bərabərdir. Təqribi qiymət olaraq isə 1,66 vuraq 10⁻27 kiloqrama bərabərdir. Aha, üçüncü deməli, anlayışımız nə idi? Mol. 0,1000-12 kiloqram və yaxud da ki 12 qram karbondakı atomların sayı atomların sayı qədər molekullardan təşkil olunmuş maddə miqdarıdır. Deməli, bu da oldu mol. Sonra Avogadro sabiti nədir müəllimlər? 1 mol maddədə olan molekulların sayı Avogadro sabiti adlanır. Ədədi qiyməti 6,2 vuraq 10⁻23 mol üstü mənfi 1. Yəni, və yaxud da ki 1 bölək mol şəklində qəbul olunmuşdur. Molar kütlə maddənin 1 molunun kütləsidir. Deməli, molar kütlə maddənin 1 molunun kütləsidir. Böyük M hərfi ilə işarə olunur. M0 vuraq Na şəklindədir düsturumuz. Molar kütlənin vahidi 1 kiloqram bölək mol qəbul olunmuşdur. Aha. Sonra gələk maddə miqdarı. Verilmiş maddədəki molekulların sayının Avogadro sabitinə olan nisbətinə deyilir. Nü bərabərdir N bölünmüş Na və yaxud da ki, o da bərabərdir kiçik M bölək böyük M şəklində. Yəni, molekulun kütləsinin molar kütləyə olan nisbətinə bərabərdir. Maddə miqdarı olaraq 1 mol qəbul olunmuşdur. Mol beynəlxalq vahidlər sistemində əsas vahidlərimizdən biridir. Maddə miqdarı, deməli, molekulun kütləsi və molekulların sayı ilə düz mütənasib asılıdır. Qrafik olaraq da göstərmişik. Aha, sonra digər bir kəmiyyətimiz konsentrasiyada. Konsentrasiya nədir? Vahid həcmdəki molekulların sayıdır. Yəni, kiçik N-lə işarə olunur. Kiçik N bərabərdir böyük N bölək B. Yəni, baxın, vahid həcmdəki molekulların sayı adlanır konsentrasiya. Konsentrasiyanın vahidi 1 bölək kub metrdir. 1 bölək kub metr şəklində və yaxud da ki, metr üstündə mənfi şəklində də yaza bilərik. Deməli, konsentrasiya molekulların sayı ilə düz mütənasib, həcmlə tərs mütənasib asılıdır. Düsturdan da görünür və qrafik şəklində də göstərmişik. Sonra müəllimlər, bir də kəmiyyətlərimizdən biri də sıxlıqdır. Maddənin vahid həcmdəki kütləsi sıxlıq adlanır. Biz dedik ki, sıxlıq bərk cisimlərin və mayilərin sıxlığı həm maddənin kütləsindən, həm də həcmindən asılı deyildir. Amma qazların sıxlığı maddənin kütləsindən və həcmindən asılıdır. Yəni, ρ bərabər N bölək V şəklində yazırıq. Deməli, sıxlıq və həcm bir-birindən tərs mütənasib asılıdır. ρ bərabər M bölək V və yaxud da ki, M0 vuraq N. Yəni, bir molekulun kütləsini konsentrasiyaya vurmaqla da biz sıxlıq düsturunu almış oluruq. Sıxlıq vahidi olaraq 1 kiloqram bölək kub metr qəbul olunmuşdur. Əslində, biz bu ρ bərabər 1 kiloqram bölək kub metr mexanika bölməsindən də bilirik ki, sıxlığın vahidi kiloqram bölək kub metrə bərabərdir. Dedik ki, sıxlıq kütlə ilə düz, həcmlə tərs mütənasib asılıdır. Eyni zamanda düstura əsasən, baxın, M0, N düsturuna əsasən də sıxlıq konsentrasiya ilə düz mütənasib asılıdır. Aha. İndi gəlin baxaq, molekulyar kinetik nəzəriyyənin əsas tənliyi haqqında biraz danışaq. Molekullar arasında qarşılıqlı təsiri nəzərə alınmayacaq dərəcədə kiçik olan qaza ideal qaz deyilir. İdeal qaz, yəni real qazdan, belə deyim deməlidir, uzaq olan bir anlayışdır. Necə? Yəni, ideal qaz molekulları arasındakı cazibə qüvvəsi çox kiçikdir. Yəni, molekullar çox seyrəkdir. İstənilən qazı ideal qaza çevirmək üçün onun temperaturunu artırmaq lazımdır ki, molekullar arasındakı məsafə artsın, molekullar arasındakı cazibə kəskin azalsın. İkinci, məsələn, xüsusiyyəti nə idi? İdeal qaz molekullarının ölçüsü nəzərə alınmır. Üçüncü isə ideal qaz molekulları arasında itələmə qüvvələri ancaq bir-biri ilə toqquşan zaman meydana çıxır. Deməli, itələmə qüvvələri molekulların ancaq bir-biri ilə toqquşması zamanı meydana çıxır və bu toqquşma dedik ki, elastik toqquşma qəbul olunmuşdur. Aha, deməli, müəllimlər, dedik ki, ideal qaz haqqında, xüsusiyyətləri haqqında dedik. İdeal qazlarda dedik, atom və molekul arasında heç bir qarşılıqlı təsir yoxdur. Potensial enerji sıfıra bərabərdir. Qaz molekulları nizamsız hərəkət etdiyindən orta kvadratik sürətdən istifadə olunur. Yəni, orta kvadratik sürət olaraq da sürətlərin kvadratları cəminin onların sayına olan nisbəti qəbul olunmuşdur, orta kvadratik sürət olaraq. Aha, ideal qazın təzyiqi bəs nədir? Qaz molekulların qabın dibinə və divarına vurduğu zərbədir. Deməli, ideal qazın təzyiqi qaz molekullarının qabın dibinə və divarlarına göstərdiyi, vurduğu zərbədir. İdeal qazın tənliyi P bərabərdir
3/1 rho v kvadratı şəklində yaza bilərik. Baxın, burada da rho-nun yerinə gətirib m0n yazsaq, bayaq biz rho-nun düsturunu yazmışdıq. m0n şəklində. Rho-nu açsaq, 3/1 rho-nun yerinə m0n vuraq v orta kvadratı da yaza bilərik. O da bərabərdir 3/1 n vurulsun 2y kinetik. M0 v kvadratı. Biz kinetik enerjinin düsturunu bilirdik də, kinetik enerjinin düsturunu necə yaza bilərdik? G kinetik nəyə bərabər idi? Kinetik enerji m0 v kvadratı bölü 2 şəklində yaza bilərik. Baxın, burada m0 v kvadratının yerinə gətirib 2yk yaza bilərikmi? 3/1 n qalır. m0 v kvadratının yerinə 2yk yazsaq, 2y kinetik. Düsturumuz hansı şəklə düşər? 3/2 n kinetik şəklinə. Deməli, p bərabər 3/1 rho v kvadratı. O da bərabər 3/1 m0 n v orta kvadratı. O da bərabərdir 3/2 n kinetik. Bax, bu nə oldu? Deməli, bu tənliyə biz molekulyar kinetik nəzəriyyənin əsas tənliyi deyirik. Aha, baxın müəllimlər, bu verilən yazdığımız tənliyə əsasən biz burada qrafiklərdə çəkmişik. Məsələn, baxın, PV-dən necə asılı oldu? Kvadratik asılı oldu, düzdür? Yəni, verilən düsturlarda istər 3/1 rho v kvadratı, istər də 3/1 m0 n v orta kvadratı düsturunda da görürük ki, P v ortadan, yəni orta sürətdən kvadratik asılıdır. Sonra P rho-dan necə asılıdır? Baxın, P rho-dan düz mütənasib asılıdır, N-dən düz mütənasib asılıdır, Y kinetikdən düz mütənasib asılıdır. Deməli, P-nin asılı olduğu kəmiyyət, yəni kvadratik asılı olduğu kəmiyyət orta sürətdir. Orta sürətdən başqa digərləri ilə, yəni hal-hazırdakı tənliyə əsasən digər kəmiyyətlərlə düz mütənasib asılıdır. Aha. Sonra müəllimlər, gəlin baxaq temperatur şkalalarına. Temperatur nədir? Cismi təşkil edən molekulların orta kinetik enerjisidir. İstilik tarazılığında olan sistemin bütün nöqtələrində temperatur eynidir. Deməli, temperatur termometrlə ölçülür və temperaturun 3 əsas şkalası var. Selsi, Kelvin və Fahrenheit şkalaları. Selsi ilə Kelvin arasında gəlin əlaqəyə baxaq. Selsi ilə Kelvin arasında böyük T bərabərdir. Yəni, böyük T Kelvin şkalasını göstərir. Böyük T bərabərdir. T dərəcə Selsi istə gələ 273. Yəni, böyük T kiçik T ilə 273-ün cəminə bərabərdir. Belə yadınızda saxlayın. Deməli, nə oldu? Böyük T kiçik T ilə 273-ün cəminə bərabərdir. Kiçik T-ni tapanda isə, yəni kiçik T də dərəcə Selsidir. Dərəcə Selsini tapanda isə Kelvin temperaturundan 273 çıxırıq. Yəni, T dərəcə bərabərdir. Böyük T çıxılsın 273. Kelvin və Selsi şkalalarının dəyişmələri bərabərdir. Yəni, delta T bərabər, yəni Kelvin şkalasının dəyişməsi, Kelvin temperaturunun dəyişməsi ilə dərəcə Selsi temperaturunun dəyişməsi, şkalasının dəyişməsinə bərabərdir. Temperaturları dəyişmələri bir-birinə bərabərdir. Delta T'lər. Aha, 0 Kelvin ən aşağı temperaturdur. Bu zaman molekulların istilik hərəkəti dayanır. Deməli, 0 Kelvin temperatur təbiətdə ən aşağı temperatur qəbul olunmuşdur. İndi gəlin baxaq müəllimlər, Selsi ilə Fahrenheit arasında olan asıllığa. Deməli, T dərəcə Selsi bərabərdir 9/5, T Fahrenheit çıxaq 32. Fahrenheit ilə dərəcəni əlaqələndirsək, T Fahrenheit bərabərdir 5/9 T dərəcə üstə gələk 32. Aha, Selsi şkalasındakı dəyişmə Fahrenheitdəki dəyişmənin 9/5 mislidir. Yəni, T dərəcə Selsi bərabərdir 9/5 T Fahrenheit. Və yaxud da ki, əksini yazmaq istəsək, T Fahrenheit ilə dərəcə Selsi əlaqələndirsək, Fahrenheit isə dərəcə Selsidən nə qədər çoxdur? 1,8 dəfə çoxdur. Yəni, tərsinə tapsaq, baxın buradan, T Fahrenheit tapsaq, T dərəcəni 9/5-ə bölməliyik də, o da tərsinə vuranda olur 5/9. 9/5-ə böləndə olur nə qədər? 1,8. Deməli, T Fahrenheit bərabərdir 1,8 T dərəcə Selsi. Aha, bu da oldu temperatur şkalaları haqqında. Sonra müəllimlər, qaz molekullarının, gəlin baxaq, orta kinetik enerjisinə. Qaz molekullarının orta kinetik enerjisi, biz ümumiyyətlə kinetik enerjinin düsturunu mexanika bölməsində də bilirik ki, Y kinetik bərabərdir mv kvadratı bölə 2. Sadəcə olaraq burada biz orta kinetik enerji olaraq yazırıq və bir molekulun kütləsi üçün yazanda Y kinetik orta bərabərdir m0 və orta kvadratı bölə 2. Bu da bərabərdir müəllimlər. 2-də 3 KT yaza bilirik, yəni molekulyar kinetik nəzəriyyədə. Bax, bu 2-də 3 KT düsturu təcrübələr əsasında alınmış bir düsturdur, yəni təcrübələrdən alınan bir düsturdur. Kinetik enerjinin düsturudur, yəni kinetik enerji bərabər 2-də 3 KT. Ona görə də biz m0 və orta kvadratı bölə 2 bərabərdir 2-də 3 KT yaza bilərik kinetik enerji üçün, orta kinetik enerji üçün. Deməli, Y kinetik orta kinetik enerjidir, K Boltzmann sabitidir, T isə mütləq temperaturdur. Bayaq da danışmışdıq biz mütləq temperatur haqqında. Vahid isə 1 Kelvin qəbul olunmuşdur. Sonra
Qaz molekullarının orta kinetik enerjisi yalnız qazın temperaturundan asılıdır. Özə düz mütənasib asılıdır. Deməli, orta kinetik enerji mütləq temperaturdan düz mütənasib asılıdır. Məsələn, bəzən soruşurlar ki, kinetik enerjinin, yəni məsələn, izoprosesləri keçəndə orada soruşulur. Məsələn, hansı proseslərdə kinetik enerji artar, azalar? Deməli, temperaturla bağlı olan proseslərdə, yəni temperaturun artdığı və azaldığı proseslərdə kinetik enerji də temperatura uyğun olaraq artır və ya azalır və yaxud da ki, temperatur sabit olanda kinetik enerji də sabit qalır. Aha, müəllimlər, bax bu bayaq yazdığımız Y kinetik bərabərdir 2də3 KT düsturundan biz Bosman dedik ki, K Bosman sabitidir. Bosman sabitinin düsturunu yazsaq 2 Y kinetik, Y orta kinetik, daha doğrusu bölək 3T düsturunu alırıq və K-nın hesablamalar nəticəsində ədədi qiyməti müəyyən olunmuşdur ki, 1,38 vuraq 10⁻23 joule bölək Kelvin. Baxın, heç bunun, yəni bu vahidini əzbərləməyə ehtiyac yoxdur. Düsturu yazsaq, kinetik enerjinin vahidi joule, temperaturun vahidi Kelvin temperaturu olduğu üçün vahidi isə Kelvin. Deməli, Bosman sabiti üçün joule bölək Kelvin ifadəsini, vahidini almış oluruq. Ədədi qiymətdə dedik ki, 1,38 vuraq 10⁻23. Yəni, məsələ həllərində zaten bu Bosman sabitidir, universal qaz sabitidir. Bilirsiniz ki, bunları onsuz da bizə özləri ədədi qiymətlərini məsələlərdə yazırlar. Aha, orta kinetik enerjinin düsturunu molekulyar kinetik nəzəriyyənin əsas tənliyində yazaq. Biz dedik ki, orta molekulyar kinetik nəzəriyyənin tənliyi hansı idi? T bərabər idi, 3D2 N Y kinetik. Bayaq danışdıq onun haqqında. İndi müəllimlər, bu kinetik enerjinin bayaq indi burada yazdığımız düsturunu gətirib burada yerinə qoysaq, 3D2 N Y kinetikin yerinə 2də3 KT yazsaq, bax, buradakı 2-lər, 3-lər ixtisar gedir. Təzyiq üçün P bərabərdir N KT düsturunu almış oluruq. Məsələn, buradan biz N aça bilərik. N-in yerinə molekulların sayı bölək V. Yəni, N bölək V, buraq KT düsturunu yaza bilərik. Deməli, təzyiq üçün P bərabər N KT, o da bərabərdir N bölünmüş V vurulsun KT düsturunu ala bilirik. Deməli, bunu biz molekulyar kinetik nəzəriyyənin düsturunda orta kinetik enerjini yazmaqla, bax, P bərabər N KT, o da bərabərdir N bölünmüş V vurulsun KT düsturunu almış oluruq. Və buradan çarpaz vursaq, PV bərabər NKT. Yəni, bu düstur da bizim çox istifadə edəcəyimiz düsturlardan biridir, ifadələrdən, tənliklərdən biridir. Aha, gəl müəllimlər, indi baxaq, biz kinetik enerji haqqında danışdıq, təzyiq haqqında danışdıq. İndi gəlin baxaq, qaz molekullarının bəs orta kvadratik sürəti haqqında. Baxın, bu verdiyimiz düsturlardan, yəni bu orta sürət, yəni bizim əvvəlcə öyrəndiyimiz düsturlardan çıxan bir sürətlərin ifadəsi olacaq. Yəni, P bərabər 3də1 rho V kvadratı. Biz bu düsturu bayaq yazmışdıq. Deyək ki, molekulyar kinetik nəzəriyyənin əsas tənliklərindən biridir. 3də1 rho V kvadratı. Bax, buradan biz V-ni tapsaq, V nəyə bərabər olacaq? V orta. Kökün altında, çünki kvadratda, kökün altında 3P bölünmüş rho. Məsələn, 3P rho-nun yerinə M bölək V yazsaq, V də qalxır yuxarı, 3PV bölünmüş M. Deməli, bax, V üçün, bir dəqiqə, bax, V üçün 3P bölünmüş rho, 3PV bölünmüş M. Yəni, bu düsturlar bizim çox istifadə edəcəyimiz düsturlardan olacaq. Ona görə belə xüsusi üstündən işarə edirəm ki, diqqət çəksin. Sonra dedik, bax, bu yuxarıda bu düsturumuzu yazmışdıq. M0 V orta kvadratı bölək 2 bərabər 2də3 KT. Hər ikisi kinetik enerjinin düsturuydu. Biz bunları bərabərləşdirdik. Buradan nə alırıq? V bərabərdir. Baxın, buradan V-ni tapsaq, kök altda 3 KT bölək M0 bərabərliyin, yəni kəsin sürətini və məxrəcini NA-ya vursaq, yəni Avogadro sabitinə vursaq, 3 RT bölünmüş M düsturunu da alarıq. Deməli, baxın, sürət üçün, orta kvadratik sürət üçün biz 4 dənə düstur aldıq. Baxın, deməli, 3P bölünmüş rho kökün altında, 3PV bölünmüş M, kökün altında 3 KT bölük M0, kökün altında 3 RT bölünmüş böyük M. Yəni, yenə deyirəm mənimlə, bunları əzbərləməyə ehtiyac yoxdur. Əsas bir dənə siz bu düsturları bilsəz, yəni bunlar bizim bildiyimiz düsturlardır, rahat düsturlardır. Yəni, bu sürət düsturlarını əzbərləməyə ehtiyac yoxdur. Yəni, bir dənə bax, bu düsturdan gördünüz, P bərabər 3də1 rho V kvadratından sürət üçün 2 dənə düstur aldıq. 3P bölünmüş rho, rho-nu da açandan sonra 3PV bölünmüş M düsturunu aldıq. Bir düsturdan 2 dənə orta kvadratik sürət düsturu aldıq. Yəni, əsası budur. Ana düstur P bərabər 3də1 rho V kvadratıdır. Rho V orta kvadratıdır. Ondan orta sürətimizin düsturunu aldıq. Sonra bir də kinetik enerjilərin bərabərliyindən, yəni M0 V orta kvadratı bölək 2 bərabər 2də3 KT, o düsturların kinetik enerjilərin bərabərlik düsturundan da biz nəyə aldıq yenə? Bax, 2 dənə də yenə sürət düsturu üçün
sürətin ifadəsi üçün 2 dənə düstur aldıq. Yəni bunları əzbərləməyək, sadəcə olaraq hardan alındığını bilsək, yəni əzbərləməyə ehtiyac olmur. Sonra müəllimlər, burada bax biz 3 RT bölünmüş M ifadəsi gördük. 3 RT bölünmüş M ifadəsi, yəni biz R haqqında danışmamışıq. R universal qaz sabitidir. R bərabərdir Kavrolsun NA. Baxın, görürsünüz, burada Kavrolsun NA ifadəsi yaranır. Kavraq NA ifadəsini biz R ilə ifadə eləsək, T-ni yazırıq. M0 N-də nəyi verir bizə? Molar kütləni verir də. Düzdür, molar kütlə nə idi? Bir molekulun kütləsinin Avogadro sabitinə hasili idi. Deməli, onu da yazandan sonra artıq görürsünüz, Kavraq NA bizə R verdi. M0 vurulsun NA da bizə M verdi. Yəni, bu ifadələri də yerinə yazdıqdan sonra, deməli, orta sürət üçün 3 RT bölünmüş böyük M düsturunu aldıq. Dedik ki, aha, R universal qaz sabitidir. Düsturu K vurulsun NA, K-da Boltzmann sabiti idi, NA-da Avogadro sabiti idi. Deməli, hər ikisinin də ədədi qiymətini bilirik biz. K-nın da ədədi qiymətini bilirik, NA-nın da ədədi qiymətini bilirik. Yəni, hesablamalar nəticəsində universal qaz sabiti üçün 8,31 joule vurulsun, joule bölünsün, mol vuraq Kelvin ifadəsini alırıq. Aha. Deməli, bu da belə. Orta sürət düsturlarında yenidən burada yazmışlar müəllimlər, diqqətinizi cəlb eləsin deyənə. Yəni artıq bir də bunlar haqqında danışmıram, geniş danışdıq orta sürət haqqında. Deməli, orta sürət müəllimlər temperaturdan, təzyiqdən və həcmdən kök altı düz asılıdır. Molar kütlə ilə molekulun kütləsi ilə isə tərs mütənasib asılıdır. Bax, bu düsturlardan görünür. Baxın, deməli, sürətdə olan kəmiyyətlər, yəni T, V, bunlarla, burada da P var, bax, bunlarla kök altı düz mütənasib. Deməli, məxrəcdə olan kəmiyyətlərimiz hansısa da molar kütlə, deməli, bir molekulun, ümumiyyətlə qazın kütləsi, bunlarla isə tərs mütənasib asılıdır. Yəni, bir molekulun kütləsi ilə deyə bilərik. Aha, sonra müəllimlər, gəlin baxaq ideal qazın hal tənliyi və Mendeleyev-Klaperon tənliyinə. İdeal qazın makroskopik parametrləri, yəni makroskopik parametrlər deyəndə nəyi nəzərdə tuturuq? Təzyiq, həcm, temperatur. Deməli, nə oldu makroskopik parametrlər? Təzyiq, həcm, temperatur. P, V, T. Bax, makroskopik parametrlər arasındakı əlaqəni, yəni bu P, V, T kəmiyyətlər arasındakı əlaqəni müəyyən edən tənlik ideal qazın hal tənliyidir. Yəni, bu tənliyə biz həm də Mendeleyev-Klaperon tənliyi deyirik. Mendeleyev-Klaperon tənliyini PV bərabərdir. nÜ-RT şəklində yazırıq müəllimlər. Bu, deməli, Mendeleyev-Klaperon tənliyidir. PV bərabərdir nÜ-RT şəklində. Buradan PV bərabərdir. Biz nÜ-nün ifadəsini bilirdik. nÜ nəyə bərabər idi? N bölək NA və yaxud da ki, M bölünmüş, kiçik M bölünmüş, böyük M şəklində də yaza bilərik. Yəni, bu düsturu biz nÜ-nü açaraq da PV bərabərdir M bölünmüş, M, RT şəklində yaza bilərik. Məsələn, bax, bu tənlikdən biz M-i tapa bilərik. M nəyə bərabər olacaqdır? PV, M bölünmüş RT. Bir də ən çox istifadə elədiyimiz bir düstur alırıq buradan, rho üçün PM bölünmüş RT. Bax, bu düstur hardan alınır? Deməli, buradan rho bərabərdir. PM bölünmüş RT düsturunu alırıq. Bax, bu sıxlıq düsturu da, bax, bu Mendeleyev-Klaperon tənliyindən alınan bir düsturdur. Aha, verilmiş kütləli və ya eyni növ qaz üçün, deməli, verilmiş kütləli deyirsə və ya eyni növ qaz üçün şərti verilirsə, deməli, kütlə sabitdir, molar kütlə sabitdir və maddə miqdarı sabitdir, yəni nÜ sabitdir. Bu üç kəmiyyət, kiçik M, böyük M və nÜ sabitdir. Deməli, PV bölünmüş T bərabər nÜ, o da bərabər konstant. Bax, bu ifadədən biz bu makroskopik kəmiyyətlərin bir-birindən asıllığını alırıq ki, PV T ilə düz mütənasib asılıdır. Və yaxud da bunu belə də yazırlar, PV bölünmüş T bərabərdir konstant. Bu izoproseslər də müəllimlər, elə bax, bu üç kəmiyyətin arasındakı asıllığı müəyyən edən proseslərdir. İndi gəlin o izoproseslərə baxaq görək, o izoproseslər də söhbət nədən gedir? Deməli, ideal qaz üzərində izoproseslərə baxaq. İlk öncə müəllimlər, gəlin baxaq izotermik prosesə. İzotermik proses nədir? Adından da məlum olduğu ki, term sözü var. Yəni, sabit temperaturda verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. Bax, qeyd olunur, verilmiş kütləli və sabit temperatur. Sabit temperatur deyirsə, yəni nədir? T sabitdir. Verilmiş kütləli deyirsə, nə deməkdir? Yəni, M sabitdir. Aha, T sabit, M sabit olanda gəlin baxaq görək, digər kəmiyyətlər necə dəyişir. Biz bayaq dedik axı ki, PV bölünmüş T bərabər konstant şəklində yazırıq. Deməli, T sabitdirsə, PV bərabər konstant da yaza bilərik. Deməli, o zaman P1 V1 bərabərdir P2 V2 və yaxud da ki, P1-in P2 olan nisbəti bərabərdir V2-nin V1 olan nisbəti. Yəni, müəllimlər, nə başa düşürük buradan? İzotermik prosesdə
Yəni temperatur sabit olanda təzyiq və həcm bir-biri ilə tərs mütənasib asılıdır. Bax bu asıllıq Boyle-Mariotte tərəfindən aşkar olunduğu üçün, müəyyən olunduğu üçün qanun da elə həmin alimlərin adı ilə Boyle-Mariotte qanunu adlanır. Deməli, sabit temperaturda verilmiş kütləli ideal qaz üzərində aparılan proses izotermik prosesdir. İzotermik prosesdə T sabit, P və V kəmiyyətləri isə bir-birindən tərs mütənasib asılıdır. Bu asıllıq da Boyle-Mariotte qanunu adlanır. İndi gəlin baxaq görək, biz bu temperaturun sabitliyini qrafiklərdə necə göstərik? Məsələn, müəllimlər, TV qrafiki verilirsə, deməli, T-nin sabitliyini biz necə göstərərik? T-nin sabitliyini bax bu formada göstərik. Yəni, V oxunu əgər qrafik TV-dirsə, T-nin sabitliyini biz necə göstərə bilərik? Həcm oxuna paralel olan bir düz xətt şəklində göstərə bilərik. Və yaxud da, məsələn, VT qrafiki verilsə, VT qrafikində temperaturu necə göstərə bilərik? Baxın, temperatur sabitdir, dəyişmir. Burada bir nöqtədə bir qiyməti var. Məsələn, amma V ona uyğun olaraq arta bilər, azala bilər. Yəni, onu biz P-yə uyğun olaraq deyirik. Məsələn, T sabit P artarsa V azalar və yaxud da ki, T sabit P azalarsa V artar. İndi onun haqqında da danışacağıq. Deməli, sabitliyi bax bu formada göstəririk. T sabit, məsələn, TP qrafiki verilərsə, T-nin sabitliyini necə göstərərik? Yəni, P oxuna P-yə paralel düz xətt şəklində göstərə bilərik. Məsələn, eləcə də PT qrafikində yenə də baxın, yəni T-nin sabitliyini bax bu formada göstəririk. T sabitdir, bir qiyməti var, dəyişmir. Hər nədirsə 5-dir, 3-dür, nədirsə qiyməti ona bərabərdir. Yəni, eyni zamanda PV-nin tərs asılılığı da bizə elə T-nin sabit olduğunu göstərir. Çünki biz şərtdə dedik ki, T sabit olanda P ilə V bir-birindən tərs mütənasib asılıdır. Müəllimlər, izotermik ümumiyyətlə bu izoproseslərdə deməli, izotermik prosesdə P ilə V tərs asılıdır. Bu P və tərs asılılıq bir dənə izotermik prosesə aiddir ki, orada yəni tərs asılılıq var. O birisilər hamısı digər kəmiyyətlər bir-birindən düz mütənasib asılıdır. Deməli, izotermik prosesdə P və V bir-birindən tərs asılıdır. Yəni, bax, biz bu qrafiki görəndə də ilk öncə başa düşürük ki, ağlımıza gəlir ki, deməli, PV ilə tərs asılsa, deməli, hansı prosesdir bu? İzotermik prosesdir. Yəni, temperatur sabit qalıb ki, P ilə V bir-birindən tərs mütənasib asılı olub. Bu izotermik prosesdə gəlin indi baxaq sıxlıq və konsentrasiya qrafiklərinə. Biz dedik ki, bayaq Mendeleyev-Clapeyron tənliyindən biz ρ bərabərdir P-yə bölünmüş RT düsturu alırıq. Baxın müəllimlər, burada əgər T sabitdirsə, deməli, ρ ilə P bir-birindən necə asılıdır? Baxın, düz mütənasib asılıdır. Bax, ρ ilə P bir-birindən düz mütənasib asılıdır. O qrafiki də çəkmişik burada. Sonra biz bayaq dedik ki, P bərabər NKT düsturu alıq, düzdürmü? NKT düsturuna görə, yəni oradan N-i tapsaq konsentrasiyanı, N bərabərdir P bölünmüş KT olar. Yəni, söhbət izotermik prosesdən getdiyi üçün T sabit olanda, baxın, N ilə P bir-birindən düz asılıdır. Bax, qrafik olaraq da göstərmişik. Deməli, izotermik prosesdə sıxlıq və konsentrasiyada təzyiqlə düz mütənasib asılıdır. Aha, burada izotermik proses üçün bir qeydimiz var, müəllimlər. İzotermik prosesdə verilmiş kütləli ideal qazın molekullarının orta kinetik enerjisi və orta kvadratik sürəti sabit qalır. Çünki kinetik enerji ilə orta kvadratik sürət izotermik belə deyim, temperaturla düz mütənasib asılı olan kəmiyyətlərdir. Əgər temperatur sabit qalırsa, deməli, ona uyğun olaraq kinetik enerji və orta kvadratik sürət də sabit qalacaqdır. Bax, bu sabitliyi də qrafik olaraq bu formada göstərmişik. Aha, bu izotermik prosesimiz haqqında deyəcəklərimiz. İndi ikinci prosesimiz nədir müəllimlər? İkinci prosesimiz izobar prosesdir. İzobar proses nədir? Sabit təzyiqdə, yəni deməli nə sabit olur? P sabitdir. Sabit təzyiqdə verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. İzobar prosesinin xüsusiyyəti nə oldu? P sabitdir, verilmiş kütləli dediyi üçün, deməli N də sabitdir. Aha. Yenə deyirəm, biz bayaq nə demişdik? PV bölünmüşdür, bərabər konstant. İndi o asıllıqda, o bərabərlikdə biz P-ni sabit götürürük. P sabitdirsə, deməli, ona uyğun olaraq T bölək V nisbəti də sabit olacaqdır və yaxud da ki, V bölək T nisbəti də sabit olacaqdır. Gəlin ona görə asıllığımızı quraq. Əgər P sabitdirsə, T1-in T2 olan nisbəti bərabər olacaqdır V1-in V2-yə nisbəti, yəni izobar prosesdə, yəni sabit təzyiqdə temperatur və həcm bir-birinin düz mütənasib asılıdır. Temperatur artarsa həcm də artacaq, temperatur azalarsa həcm də azalacaqdır. Və yaxud da ki, bu asıllığı biz hasil şəklində yazsaq, çarpaz vursaq, T1 vurulsun V2 bərabərdir, T2 vurulsun V1. Bu qanunda, bu izoprosesə də Gay-Lussac qanunu deyilir, yəni bu alimlərin adı ilə əlaqələndirilir. Gay-Lussac qanunu, deməli izobar proses sabit təzyiqdə, yəni P bərabər konstant verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. Gay-Lussac qanunu da deyə bilərik.
P bərabər konstant da deyə bilərik. Məsələn, asıllıqlarda deyirlər ki, P bərabər konstant şərtini seçin. Hansıdır? P bərabər konstant olanda və yaxud da ki, bunu göstərə bilərlər sizə ki, seçin görək, məsələn, izobar prosesə uyğun olan asıllıq hansıdır? Yəni bunların hər biri haqqında da ona görə həm qanunu alimin adından bilməliyik, həm prosesin özünün adını bilməliyik ki, izobar prosesdir. Yəni bilməliyik izobar prosesdə hansı kəmiyyət sabitdir, digər kəmiyyətlər bir-birinə necə dəyişir. Aha. Deməli bunlar haqqında danışdıq. İndi gəlin qrafiklərinə baxaq müəllimlər. Yenə artıq bu qrafiklərin hər birinin haqqında təzədən danışmayacağam. Deməli PV qrafiki verilirsə, deməli biz P-nin sabitliyini necə göstərməliyik? Baxın, P sabitdir. Burada bir qiyməti var, dəyişməyibdir. V artırmı, azalırmı? Artıq onu da biz T-yə görə təyin edirik. Və yaxud da ki, məsələn, bu ikinci qrafikimizdə VP qrafiki verilirsə, bax, buradan P-nin sabitliyi görürsünüzmü? Sabitdir. Bir qiymət var, dəyişmir. Yenə V arta bilər, azala bilər. Yenə onu da biz T-yə uyğun olaraq təyin edəcəyik. Digər qrafiklərdə onun kimidir. Aha, burada məsələn TV qrafiki var. Əgər TV ilə düzün tənasib asılıdırsa, deməli bu hansı prosesdir? Deməli P sabit olub ki, T ilə V bir-birindən düz asılı olub. Deməli elə bax bu qrafik bizə P-nin sabitliyini verir. Aha, deməli bu da oldu izobar prosesimiz. İndi gəlin baxaq izobar prosesdə sıxlıq və konsentrasiya qrafiklərinə. Sıxlıq və konsentrasiya qrafikləri yenə baxın müəllimlər, sıxlıq rho bərabərdir. P-in bölək RT şəklindədir. Biz dedik ki, 2 dəqiqə. Aha, biz dedik ki, bax bu P sabitdir, düzdürmü? P sabitdirsə, o zaman rho ilə T bir-birinə necə asılı olacaqdır? Tərs mütənasib asılı olacaqdır. Deməli, siz məsələn, hər hansı kəmiyyətin asıllığını bilmək istəyirsinizsə, ilk öncə bilməlisiniz ki, orada hansı kəmiyyət sabit qalır. Biz dedik ki, əgər bir düsturda bir kəmiyyət sabit qalmalıdır ki, biz digər ikisini müqayisə edə bilək. Deməli, burada molekül kütlə zaten verilmiş belə deyim də, molekul üçün, atom üçün sabitdir. P-nin də sabitliyini biz izobar prosesi olduğu üçün P-ni sabit götürürük. Burada R universal qaz sabitidir. Zaten ədədi qiyməti var, sabit ədəddir. Deməli, bir dənə qaldı rho ilə T-ni müqayisə eləmək. Deməli, bu üç kəmiyyət sabit olanda da rho ilə T bir-birinə necə asılı olacaq? Tərs mütənasib. Eləcə də N bərabərdir P bölünmüş KT düsturuna əsasən, bax, deyək, burada P sabitdir, K Bosman sabitidir, zaten sabit ədəddir. Deməli, N ilə T, yəni konsentrasiya ilə temperatur da düstura əsasən bir-birindən tərs mütənasib asılı olacaq. Deməli, müəllimlər, izobar prosesdə sıxlıq və konsentrasiya temperaturla tərs mütənasib asılıdır. Aha. Sonra bir dənə də qeydimiz var burada, izobar prosesdə özəl. Deməli, izobar prosesdə qaz molekulları tərəfindən porşinə təsir edən qüvvə sabit qalır. Bax, müəllimlər, təzyiq düsturumuz nə idi? P bölünmü, P bərabər idi, F bölək S deyildimi? Aha, biz burada nə deyirik? Biz deyirik ki, izobar prosesdə P sabitdir. Düzdür, bax, burada qeyd eləmişəm. Buradan F-i tapsaq, F bərabərdir, P vuraq S, düzdür. İzobar proses olduğu üçün P sabitdir. Burada S də sahədir, sahə də zaten sabitdir. Deməli, o zaman belə çıxır ki, qüvvə də sabitdir. Məsələn, topluqda belə suallar var, səhv etməsə güvəndə də var. Məsələn, deyir ki, aşağıdakı proseslərdən hansında porşinə, qaz molekulları tərəfindən porşinə təsir edən qüvvə sabit qalır. Deməli, bu hansı proses olacaqdır? İzobar proses. İndi orada bəzən verir izobar deməli, genişlənmə, izobar sıxılma və yaxud da izobar qızma, izobar soyma. Artıq indi variant olaraq biz orada baxıb seçirik. Yəni, deməli, əsas məsələ bilməliyik ki, izobar prosesdə, deməli, qaz molekulları tərəfindən porşinə təsir edən qüvvə sabit qalır. Yəni, bax, o qaydanı hardan alındığı da bax, buradan gəlir. Yəni, düstura əsasəndir. P bərabər F bölək S düsturuna əsasən, F bərabər P vuraq S-dir. İzobar prosesi olduğu üçün P sabitdir, sahə sabitdir. Deməli, belə çıxır ki, qüvvə də sabitdir. Aha, indi gəlin baxaq müəllimlər izoxor prosesə. İzoxor proses nədir? Sabit həcmdə verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. Sabit həcm. Aha, deməli, sabit həcm deyirsə nə olmalıdır? V konstant olmalıdır. Verilmiş kütləli deyirsə nə olmalıdır? M də konstant olmalıdır. Deməli, bu olur sabit həcm, sabit kütləli ideal qaz üzərində aparılan proses oldu izoxor proses. Biz dedik ki, nə idi? PV bölünmüş T bərabər konstant idi. Buradan V konstantsa, deməli, T bölək P nisbətdə konstant olacaq və ya əksinə P bölək T nisbətdə konstant olacaq. Deməli, o zaman V sabit olanda temperatur və təzyiq bir-birindən düz mütənasib asılıdır. Biz bunu T1 bölək T2 bərabər P1 bölək P2 nisbət şəklində yaza bilərik və yaxud da ki, hasil şəklində yaza bilərik. Çarpaz vursaq, T1 vurulsun P2 bərabər T2 vurulsun P1 şəklində də yaza bilərik. İzoxor proses müəllimlər Şarl qanunu adlanır. Yəni, alimin şərəfinə adlandırılıbdır. Deməli, izoxor proses sabit həcmdə gedən prosesdir. T və P, yəni temperatur və təzyiq bir-birindən düz mütənasib asılıdır. Qanun alimin şərəfinə Şarl qanunu adlanır. Aha,
Deməli, bu proses haqqında. İndi gəlin prosesi qrafikdə göstərək. VT qrafikində biz V-nin sabitliyini bax bu formada göstəririk. Yəni sabitdir, dəyişmir. Temperatur oxuna paralel düz xəttdir. Məsələn, digər bir TV qrafiki olsa, temperatur həcm qrafiki, yəni də V-nin bax sabitliyini necə göstərərik? Bax, belə deyim də, zaman yox, üzr istəyirəm, temperatur oxuna paralel düz xətt kimi götürə bilərik və yaxud da ki, həcmə perpendikulyar düz xətt kimi götürə bilərik. Yəni, necə istəsəz. Yəni, əsas məsələ odur ki, burada V sabit olmalıdır, V dəyişməməlidir. Aha, bir də bu TP qrafik haqqında demək istəyirəm. Deməli, bax, TP-dən düz mütənasib asılıdırsa, elə bu qrafik bizə deyir ki, deməli, V sabit olub ki, izoxor prosesdir ki, temperatur və təzyiq bir-birindən düz mütənasib asılıdır. Qrafik bizə düz mütənasib asılılığı verir. Aha, gəlin indi baxaq. Burada bir qeydimiz də var izoxor proses üçün. İzoxor prosesdə verilmiş kütləli ideal qazın sıxlığı və konsentrasiyası sabit qalır. Deməli, izoxor prosesdə müəllimlər həcmdən əlavə digər iki kəmiyyət də sabit qalır. Deməli, o kəmiyyətlər hansılar oldu? Sıxlıq və konsentrasiya. İzoxor prosesdə, təkrar edirəm, verilmiş kütləli ideal qazın sıxlığı və konsentrasiyası da sabit qalır. Deməli, izoxor prosesdə həcm, sıxlıq və konsentrasiya sabit qalan kəmiyyətlərdir. Aha, indi gəlin müəllimlər, proseslərin adlandırılmasına baxaq. Məsələn, qrafiklərdə bəzən görürük biz və yaxud da ki, düsturlarda və yaxud da ki, məsələn, deyir ki, temperatur artır. Temperatur artırsa, deməli, bu hansı prosesi? Temperaturun artması ilə gedən proses, deməli, bu qızma prosesidir. Burada bir qızma prosesi gedir, baş verir. Temperatur azalırsa, buna deyirik soyuma prosesi. Həcm artırsa, deməli, prosesi adlandırırıq genişlənmə. Həcm azalırsa, adlandırırıq sıxılma. Bunları bilirəm də ki, bunları yəni hamınız bilirsiniz, sadəcə olaraq bir üstündən keçmək istədim. İzobar prosesi iki adla adlandırmaq olar. Məsələn, izobar qızma deyə bilərik və yaxud da ki, izobar genişlənmə deyə bilərik. Bunu məsələn necə başa düşək müəllimlər? Məsələn, bax izobar qızma nə idi? İzobar deyirsə, deməli P sabitdir. Qızma da deyirsə, dedik ki, deməli temperatur artır. Aha, bax izobar qızma dedik. İzobar qızmada, yəni P sabitdirsə, T artırsa, deməli V də artır da. Məsələn, mən bunu izobar qızma da, izobar genişlənmə də adlandıra bilərəm. Yəni, izobar onsuz da P sabitdir. Deməli, qızmanı temperatura görə deyə bilərəm. İzobar qızma, temperatur artır. Genişlənməni isə həcmə görə deyə bilərəm. P sabitdir, T artırsa, deməli V də artır. Yəni, mən bu prosesi hər iki kəmiyyətə görə adlandıra bilərəm. İzobar qızma da deyə bilərəm, izobar genişlənmə də deyə bilərəm. Eləcə də, məsələn, P sabitdir. Deyirəm ki, izobar soyuma. Soyuma deyirəmsə, deməli, temperatur azalır, düzdürmü? Mən bunu izobar soyuma da deyə bilərəm. Və yaxud da izobar sıxılma da deyə bilərəm. Necə? P sabitdir, T azalırsa, deməli, V də azalacaqdır. Çünki izobar prosesdə temperatur və həcm bir-birinin düz mütənasib asılıdır. Yəni, temperatur azalanda həcm azalacaq, temperatur artanda həcm artacaq. Yəni, mən bunu, bax, bir dəqiqə. Bax, bu yazılışa görə, mən bunu izobar soyuma da adlandıra bilərəm və yaxud da ki, izobar sıxılma da adlandıra bilərəm. Yəni, bu proseslər ikilidir, belə deyim. İzobar prosesi iki adla adlandıra bilirik. Bu verilənlərə əsasəndir. Aha, indi gəlin mənimlə baxaq izoxor qızmanın qrafiklərinə. İzoxor proses nə idi? V sabit idi. Qızma nə deməkdir? Dedik ki, qızma varsa, deməli, temperatur artırdı, düzdürmü? Deməli, proseslərimizdə V sabit olmalıdır, T də artmalıdır. Çünki izoxor qızmadır. İzoxor həcmin sabit olduğu prosesdir. Qızma da olduğu üçün mən temperaturu artan götürməliyəm. Aha, burada özüm üçün bir qeyd də keçirəm ki, V sabitdirsə, T artırsa, deməli, P də artır. Bunu özüm üçün bir nəzərimdə saxlayıram. İndi gəlin baxaq müəllimlər, bax bu birinci qrafikimizə, VT qrafikimizə. Dedik ki, V sabitdir. Aha, baxın sabitliyini göstərmişəm. İndi temperaturun artmağını necə göstərmişəm? Bax, oxla göstərmişəm ki, yəni temperatur bax, əvvəlcə tutaq ki, buradakı qiymətdir, sonra buradakı qiymət, sonra buradakı görürsünüz, arta-arta. Oxun işarəsindən görünür ki, temperatur arta-arta gedir. Deməli, bu prosesi mən adlandırıram, daha doğrusu bu qrafika mən adlandırıram izoxor qızma. Deməli, niyə? Çünki V sabitdir, temperatur artır. İndi gəlin bunu digər bir qrafikin üstündə araşdıraq. Bax, PT qrafiki əgər bir-birindən düz mütənasib asılıdırsa, deməli, mən tez düşünürəm ki, deməli, bu V bərabər konstant imiş, bu izoxor proses imiş ki, V sabit olub ki, P ilə T bir-birindən düz mütənasib asılı olubdur. Deməli, P artır, T artır. Mənə lazımdır, bax, T-nin artdığı. Deməli, doğrudan da bax, V sabit olanda T artırsa, bayaq özümüz üçün dedik ki, qeyd eləyək ki, T artırsa P də artacaqdır. Bax, gördünüzmü? Bu prosesi indi başqa cür bu formada qeyd elədik. Bu qrafikdə bu cür göstərdik. İndi gəlin bunu TV qrafikində göstərək. Dedik ki, həcm sabitdir. Həcm sabitdirsə, mən bax bunu
deməli, həcmə perpendikulyar formada göstərəcəm. Çünki bir qiyməti var. Həcm dəyişməyəcəkdir. Amma temperatur artır. Temperaturun artmağında bax, oxun üzünü yuxarı istiqamətə qoyuram. Çünki bax, getdikcə artır. Getdikcə temperatur artır. Əvvəlcə tutam ki, sıfırdan başlayır, arta gedir. Çünki oxun istiqaməti yuxarıya doğrudur. Deməli, oxun istiqaməti yuxarıya doğrudursa, deməli, nə olacaq? Temperatur getdikcə artacaqdır. Aha, bunu da bu formada göstərdik. İndi gəlin VP qrafikinə baxaq. Yəni, həcm, təzyiq qrafikinə baxaq. Yenə dedik ki, həcm sabitdirsə, biz özümüz bayaq burada nə dedik? Dedik, həcm sabitdir, temperatur artırsa, deməli, P də artır. Baxın, həcm sabit, oxun istiqamətini belə göstərmişəm. Deməli, həcm sabit, təzyiq artır. Bax, gördükmü? Qrafikdən oxuduq bunu. Ki, deməli, həcm sabitdir, təzyiq artır. Çünki niyə? Həcm sabit, temperatur artırsa ona uyğun olaraq, çünki düzmü tənasib asıllıq var axı, təzyiq də artacaqdır. Aha, indi gəlin baxaq müəllimlər, sıxlıq konsentrasiya qrafiklərinə. Biz nə dedik müəllimlər? İzoxor prosesdə dedik ki, V-dən başqa iki kəmiyyətimizdə sabit qalır. Hansılar idi onlar? Sıxlıq və konsentrasiya idi. Deməli, sıxlıq və konsentrasiyada izoxor proses olduğu üçün sabit olacaqdır. Temperatur artacaq. Temperaturla işim yoxdur. Temperaturun artmağını göstərirəm mən burada. Bax, ofla göstərirəm ki, temperatur arta gedir. Aha, indi məsələn, mən bu sıxlıq konsentrasiyanı bir də təzyiqlə qrafikini qura bilərəm. Yenə də sıxlıq konsentrasiya sabitdir. Çünki mən bunu izoxor prosesə görə özüm təyin elədim ki, izoxor proses isə deməli konsentrasiya ilə sıxlıq da sabit qalacaqdır. Deməli, axı təyin eləmişdim, T artırsa, deməli P də artacaq. Baxın, oxun istiqamətini göstərirəm ki, deməli təzyiq də getdikcə neyniyəcək? Artacaq. Aha, gəlin indi orta kinetik enerji ilə təzyiqin asıllığına baxaq. Kinetik enerji də artır, P də artır. Kinetik enerji elə T ilə asılı olan bir kəmiyyət deyildimi? Yəni, kinetik enerjinin artması zaten temperaturun artmağı deməkdir. Deməli, T artır, P artır. Aha, buradan da aldım ki, deməli, doğrudan da nəymiş? İzoxor prosesiymiş və sabit imiş. İndi gəlin bir də orta kvadratik sürətlə təzyiqin asıllığına baxaq. Müəllimlər, biz nə dedik? Dedik, orta kvadratik sürət P ilə, V ilə, T ilə kökaltı düz asılı idi. Düzdürmü? Baxın, V sabitdir, temperatur artır. Deməli, ona uyğun olaraq da bax, sürət də nə olacaqdır? Artacaqdır ona uyğun olaraq kökaltı düz mütənasib asılıdır. Bax, V ilə P-nin asıllığında o V-nin kökaltı olan qrafiklərin düsturlarına əsasən təyin elədik. Sonra müəllimlər, məsələn, izoxor soyuma deyə bilərik. Bax, yenə eyni şeylərdə artıq bunu sizə çox durmayacağım. İzoxor soyuma nə demək idi? Və sabitdir, T azalır. Aha, ona uyğun olaraq da indi qrafiklərimizi belə deyim də, yenə sabitliyini göstərəcəyik, sadəcə olaraq oxu tərsinə qoyacaq. Baxın, elə bil ki, temperatur buradaymış, əvvəlcə qiyməti çox imiş, sonra yavaş-yavaş azala gedir. Niyə? Çünki bax, oxun istiqamətini bu istiqamətə qoymuşam. Yəni, bu onu göstərir ki, oxun istiqamətinin bu istiqamət belə olmağı, yəni bu onu göstərir ki, V sabit olubdur, temperatur da azalıbdır. Aha, əvvəlcə çox imiş, azala yaxınlaşır sıfıra doğru da, belə deyim. Deməli, V sabitdir, temperatur azalır. Bax, bunları da qrafiklərlə göstərəcəyik. İzoxor soyumanın qrafikləri də bunlardır. İndi gəlin baxaq izotermik genişlənməyə. İzotermik genişlənmə nə idi? Temperatur sabit, dedik, genişlənmə nə idi? V-nin artmağı idi. Aha, izotermik genişlənmədə, yəni T sabitdir, V artır. Aha, özüm üçün bir qeyd eləyirəm ki, deməli o zaman da nə olacaq? P də azalacaqdır. Çünki izotermik prosesdə V ilə P tərs asılıydı axı. Kəmiyyətin biri artırsa, o birisi azalmalıydı. İndi V-ni burada artan götürmüşəmsə, deməli onun tərsi olacaqdır, P də azalacaqdır. Aha, indi gəlin baxaq, bax, VT qrafiki ilə dedik ki, T sabitdir. Bax, T-nin sabitliyini göstərmişəm. Nə təyin eləmişəm özüm üçün? V artır. Oxun istiqamətini yuxarı doğru qoyuram. Yəni, bax, V arta gedir. Məsələn, T qrafikində yenə bax, T-nin asıllığını qoymuşam belə bu istiqamətdə. Bax, özüm üçün təyin eləmişdim ki, P azalır. Gördünüz, oxun istiqamətini aşağı qoymuşam ki, P əvvəlcə çox imiş qiyməti, sonra yavaş-yavaş azalıbdır. Deməli, T sabit, P də azalırsa, deməli, qrafikimizi bax, bu formada göstəririk. Bax, belə. Sonra, məsələn, 3-cü qrafikimizdə bunu kimidir? Gəlin, bax, 4-cü qrafikə baxaq. Bu PV-yə baxaq. PV qrafiki görürsünüz, müəllimlər, tərs mütənasiblikdir. Mən elə bu qrafiki görən kimi tez deyirəm ki, deməli, bu izotermik prosesi imiş ki, T bərabər konstant olub ki, P ilə V tərs asılı olub. Bax, V getdikcə artır. Bax, əvvəlcə V-nin elə bir qiyməti buradaymış, arta gedir. Amma görürsünüz, P yuxarıdadır, azala gəlib. Çünki oxun istiqaməti aşağı doğrudur. Bax, göstərmişəm. Dediklərimi, qeyd elədiklərimi qrafikdə göstərmişəm. V artıb, P azalıb. Aha, ona uyğun olaraq da digər kəmiyyətləri də bax, burada göstərmişik hamısını. İndi özünüz PDF-ə baxanda, video izahə baxanda daha diqqətli incələyərsiniz müəllimlər bunları. Sonra müəllimlər dedik, izotermik sıxılma. Yenə, bayaqki prosesimizin izotermik genişlənmənin tərsidir də, belə deyim. İzotermik sıxılmada nə olacaq? Yenə T bərabər konstant,
V azalacaqdır. V azalırsa, yəni sıxılmadır da, V azalmalıdır. V azalırsa izotermik prosesdə axı P artmalıdır. Çünki P ilə V izotermik prosesdə bir-birindən tərs mütənasib asılıdır. Bax, bu dediklərimizi də hamısını burada qrafikdə göstərmişik. İndi gəlin baxaq müəllimlər izobar qızma və yaxud da genişlənmə. Bax, gördünüzmü? Bayaq dedik ki, izobar prosesləri iki adla adlandıra bilirik. Bax, məsələn, mən onu qeyd olaraq da yazmışam burada. Bax, izobar qızma deyirəmsə, deyirəm P sabitdir, qızma olanda T artır, düzdürmü? İndi mən bunu P sabitdir, T artırsa, deməli V də artır. Mən bunu izobar genişlənmə olaraq da oxuya bilərəm. O zaman da yazaram ki, P bərabər konstant, V artır. O zaman da bax, P bərabər konstantdan bax, bunu V-ni götürərəm. Yəni, izobar qızma və yaxud da ki, izobar genişlənmə, bax, bu kəmiyyətlərin dəyişməyi deməkdir. P sabitdir, T artır. T artırsa, V də artır. Yəni, siz bunu həm izobar qızma, həm də izobar genişlənmə deyə adlandıra bilərsiniz. Yəni, eyni prosesdir, belə deyim. Müəllimlər, bax, yenə göstərmişik burada. Deməli, bax, VT qrafiki, birinci qrafikə baxaq. Bax, VT qrafiki. VT-dən düz mütənasib asılıdır. Bu qrafik mənə deyir ki, deməli, P sabitdir. V ilə T düz mütənasib asılı olaraq artır və ya düz mütənasib asılı olaraq azalırsa bir-biri ilə, deməli, bu P-nin sabitliyi olub ki, bunlar bir-birindən düz mütənasib asılı olub. Deməli, bax, V artır, T artır. Mənə hər ikisinin artanı lazım idi. Deməli, bax, hər ikisinin artan formada göstərmişəm. VT bir-birindən düz mütənasib asılı olaraq artıbsa, deməli P sabitdir. Bax, birinci qrafikimiz bizə P-nin sabitliyini deyir. İkinci qrafikdə özümüz göstərmişik. P sabit, T artır. Bax, göstərmişik. Sonra biz dedik ki, V orta hansı kəmiyyətlərdən kökaltı düz idi? P, V, T bu kəmiyyətlərdən kökaltı düz mütənasib asılı idi. Bir dənə molyar kütlə, bir də molekulun kütləsi ilə kökaltı tərs mütənasib asılı idi. Bizə də V qrafiki lazım olduğu üçün, deməli V orta həcm V-si ilə kökaltı düz asılıdır. Aha, sonra, bax, məsələn, bu qrafikə baxaq, müəllimlər, Rho, N, T qrafikinə. Biz dedik ki, izobar prosesdə P sabit idi, düzdürmü? Rho-nun düsturu var idi. Rho bərabər idi, P-in bölünmüş RT. Bax, P sabit idi o düsturda. Bax, Rho bərabər düstur necə idi? Rho bərabər idi, P-in bölünmüş RT, düzdürmü? Bax, indi burada dedik ki, P sabitdir. Rho ilə T necə asılı olacaq? Bax, düz mütənasib. Və yaxud da ki, P bərabər NKT düsturuna görə N-i tapsaq, N nəyə bərabər olacaq? P bölünmüş KT-yə. Orada P sabitdirsə, N-lə də T tərs asılıdır. Elə mən iki kəmiyyətin ikisini də bir qrafikdə göstərmişəm ki, Rho və N izobar qızmada temperaturla tərs mütənasib asılıdır. Aha, bu da belə. İzobar soyuma və yaxud da ki, sıxılma, bax müəllimlər, yenə də eyni qaydada. İzobar soyuma deyirəmsə mən, P bərabər konstant, deməli T də azalır. Çünki soyuma deyirəm axı, soyuma deyirəmsə temperatur azalmalıdır. Və yaxud da ki, mən bunu belə də deyə bilərəm, izobar sıxılma. Yenə P bərabər konstant və azalır. Niyə belə adlandıra bilirəm? Çünki izobar soyuma deyəndə P sabitdir, T azalırsa, V də azalacaq. Yəni, mən bunu həm izobar soyuma, həm də izobar sıxılma kimi adlandıra bilərəm. Yəni, eyni qrafiklərdir, eyni proseslərdir. Yəni, bu qrafiklərin üstə çox dayanmıram. Çünki bayaq analiz elədik, bu qızmanın əksidir soyumada. Aha, indi müəllimlər, burada bizim, bax, bu mövzumuzla əlaqəli xüsusi qeydlərimiz var. Bu qeydlərin haqqında deyək. Birinci qeydimiz nədən ibarətdir? Qapalı qabdakı qazın həm kütləsi, həm də həcmi sabitdir. Məsələn, bax, bəzən deyir ki, testlərdə qarşımıza belə sual çıxır ki, qapalı qabdakı, nə bilim, tutam ki, qazın arxasında indi tutam ki, başqa sözlər deyir də, yəni başqa şərtlər verir. Bax, qapalı qab deyirsə, elə bir ki, orada sizə deyir ki, V bərabər konstantdır. Yəni, sadəcə o V bərabər konstant yazmayıb da, indi yazıb qapalı qab. Deməli, qapalı qab deyirsə, qazın həm kütləsi, həm də həcmi sabitdir. Bu səbəbdən qapalı qabdakı ideal qaz üzərində aparılmış proses bizə izoxor qəbul edirik. Yəni, izoxor prosesi V bərabər sabit, konstant. Aha, sonra qapalı qabdan qaz çıxarılarsa, qazın kütləsi və molekul sayı azalır. Bəli, qazı çıxardıramsa, həm molekulların sayı azalır, həm də kütləsi azalır. Bu səbəbdən sabit temperaturda qazın təzyiqi də azalır. Bax, bu PV bərabərdir NRT və yaxud da M bölünmüş MRT düsturumuz var da, Mendeleyev-Clapeyron. Bax, mən deyirəm ki, qapalı qazdan qazı çıxartmışam, düzdürmü? Dedim ki, kütlə də azalır. Deməli, kütlə azalırsa, molekul sayı da azalır, düzdürmü? Bu səbəbdən də deyirik ki, temperatur sabit olarsa, onsuz da R də sabitdir, M də sabitdir. Deməli, temperaturun sabitliyindən biz P-nin də azaldığını görürük. Çünki baxıram ki, P ilə M nədir? Bir-birindən düz mütənasib asılıdır. M azalırsa, V də sabitdir. Çünki niyə? Qapalı qab deyir. V sabit, T sabit, R sabit, M sabit.
dedim ki, qaz çıxarılırsa kütlə azalır, molekul sayı azalır. Kütlə azalırsa, deməli burada P ilə M qalır da, bir dənə bir-birinə müqayisə eləyəcəyimiz. M azalırsa ona uyğun olaraq da təzyiq də azalacaqdır. Yox, əgər bunun tərsini deyək, qapalı qaba əlavə qaz əlavə eləyəriksə, qazın kütləsi molekul sayı artır. Bu səbəbdən sabit temperaturda təzyiq də artacaq. Baxın, göstərmişəm. Temperatur sabit, həcm sabit. Niyə? Çünki qapalı qab deyir. Molekyul kütlə sabit, R sabit. Deməli, o zaman bir dənə qaldı burada nə? P ilə M. M artdığı üçün deməli ona uyğun olaraq P də artacaqdır. Bu da belə. Sonra üçüncü qeydimiz nə olacaqdır? Bir-birinə incə boru ilə birləşmiş qablarda eyni növ və eyni temperaturlu qaz var. Aradakı kran açılarsa, bax, qabımız burada göstərilibdir. Kranla bağlı olan 2 dənə qabımız var. Hər birinin içində deməli eyni növdə, yəni eyni növ qaz var və eyni temperaturlu qaz var. Temperaturları da bərabərdir. Aradakı kran açılarsa deyir, qaz molekulları təzyiqin çox olduğu hissədən təbii ki, az olduğu hissəyə keçəcək və sonda qabdakı təzyiqlər bərabərləşəcək. İndi bizə deyir ki, bu son təzyiq nəyə bərabər olar? Bu son təzyiqə biz qərarlaşmış təzyiq deyilir. Yəni biz bunu məsələn qərarlaşmış temperatur bizə məlumdur. Nə idi? Qərarlaşmış temperatur M1T1 = M2T2 bölünmüş M1 plus M2. Bax, bu da qərarlaşmış təzyiqdir. Necə yazırıq? P son bərabərdir, yəni son olaraq. Bu qazların biri digərinin təzyiq böyük olan yerdən kiçik olan yerə keçdi, qarışdı bir-birinə. Son təzyiq nəyə bərabər olacaqdır? P1 V1 = P2 V2 bölünmüş V1 plus V2. Yəni qərarlaşmış temperaturla bunu da yadınızda saxlaya bilərsiniz. Aha. Bir də müəllimlər, burada izoproseslərlə bağlı qeydlərimiz var bizim. Məsələn, izotermik genişlənmə deyir. İzotermik genişlənmə nə idi? T bərabər konstant, yəni T sabit, genişlənmə deyirsə V artır. Yəni, məsələn, deyir ki, izotermik genişlənmədə hansı kəmiyyətlər artar, azalar? Məsələn, bizə belə suallar verilir. Necə təyin edirik bunu? İzotermik genişlənmə deyirsə, yəni deməli T sabitdir, V artır. O zaman düsturumu yazıram. Məsələn, təzyiq istəyir məndən, deyir ki, təzyiq necə dəyişər? Təzyiqin düsturunu yazıram. PV bərabərdir nÜRT düsturundan, P-ni tapa bilərəm də. P bərabərdir nÜRT bölünmüş V. Təzyiq, temperatur sabit, V artır. Baxın, oxundan göstərmişəm. Siz də müəllimlər, həmişə bax belə. Sabit olanı bir dənə özünüzlə yumrulayın. Məsələn, tam ki, deyir ki, həcm artır da genişlənmədir. Həcmin böyrünə oxunan yuxarı istiqamət qoyun ki, yəni bu artır. Deməli, P ilə V də bir-birindən tərs asılıdır da. O zaman nə olacaqdır? P azalacaqdır. Deməli, təzyiq azaldı. Aha, məsələn, sıxlığı konsentrasiyanı soruşa bilər. Rho bərabər M bölək V düsturuna görə. V artırsa sıxlıq azalacaq. Və yaxud da ki, konsentrasiyanın N bərabər M bölək V düsturuna görə. N artırsa konsentrasiya azalacaq. Deməli, izotermik genişlənmədə təzyiq azalacaq, sıxlıq və konsentrasiya azalacaq. Sonra, məsələn, izoxor qızma verə bilər. Yəni, V konstant olsun, məsələn, T artsın. Aha, yenə təzyiqi, kinetik enerjini, kvadratik sürəti soruşa bilər bizdən. Yəni, P bərabərdir yenə nÜRT bölək V düsturuna görə. V sabitdirsə, T-yə artırsa, baxın, oxunan göstərmişəm. P də T ilə düz asılı daxil. Deməli, P də artacaqdır. Məsələn, kinetik enerji. Kinetik enerji birbaşa temperaturdan asılı olan kəmiyyətdir. Temperatur artırsa, kinetik enerji artacaq. Sürət temperaturdan asılı olan kəmiyyətdir. Temperatur artırsa, orta kvadratik sürət də artacaqdır. Məsələn, izobar genişlənmə desə, izobar hansı prosesi idi? P konstant olsun, V artsın. Deməli, o zaman izobar genişlənmədə, məsələn, tam sıxlığı konsentrasiyanı soruşur, kinetik enerjini, orta kvadratik sürəti soruşur. Düsturlarını yazaq, təyin edək. Rho bərabər M bölək V-dir. V artırsa, Rho azalacaqdır. Çünki Rho ilə V bir-birinə tərs mütənasib kəmiyyətlərdir. N ilə V bir-birinə tərs mütənasib kəmiyyətlərdir. V artanda N azalacaqdır. Deməli, sıxlıq və konsentrasiya azaldı izobar genişlənmədə. Sonra, kinetik enerji. Bax, müəllimlər, burada görürsünüz, temperatur haqqında bir şey bilmirəm, amma özüm təyin eləyərəm də P sabitdir. V artırsa, deməli T də artacaq, düzdürmü? T artırsa, kinetik enerji artacaq, sürət artacaq. Bax, kinetik enerjinin sürəti həmişə T-ni təyin edin, T-ni təyin edəndən sonra kinetik enerji ilə sürət T ilə asılı olan kəmiyyətdir, düz mütənasib asılı olan kəmiyyətdir. T artanda kinetik enerji, orta kvadratik sürət artacaq, azalanda azalacaq, T sabit olanda onlar da sabit qalacaqdır. Aha. Sonra bir dənə də belə bir qeyd yazmışam müəllimlər. Əslində bu da sadə bir qeyddir, amma yenə də yazmışam ki, indi ola bilər də bəlkə nəvəsi lazım olar. Məsələn, PT qrafiklər verilir. İzobar belə deyim də izotermik prosesdir. Məsələn, bir qrafiki, 2 qrafiki deyir ki, müqayisə edin, hansının temperaturu böyükdür. Təbii ki, deyəcəksiniz ki, T2 böyükdür T1-dən. Məsələn, bu hasanddır, ikinci də rahatdır. Məsələn, TV qrafiki verilir. Deyir hansı qrafikə uyğun temperatur böyükdür. Təbii ki, 1-ə uyğun temperatur 2-yə uyğun temperaturdan böyük olacaq. Amma bəzən, məsələn, bax, belə tərs mütənasib asılan qrafiki verilir, PV qrafiki. Məsələn, burada bəzən çətinlik olur. PV qrafikində demək ki,
3, 1, 2, 3 qrafiklərinə uyğun olan temperaturları soruşur. Deməli, müəllimlər, sıfırdan uzaqlaşdıqca temperatur artır. Yəni, yuxarıdakı qrafikə uyğun temperatur, aşağıdakı qrafiklərə uyğun olan temperaturdan böyük olacaq. T3 böyük, T2 o da böyük olacaq T1-dən. Sonra məsələn belə bir qrafikimiz ola bilər. Məsələn PV qrafiki verilir. Məsələn deyir ki, bu qrafiklərə uyğun təzyiqləri müqayisə edin. Sözsüz ki, birinci qrafikə uyğun təzyiq ikinci qrafikə uyğun olan təzyiqdən böyük olacaq. Məsələn bəzən TV qrafiki verilir, belə düzüm tənasib asılılıqlar verilir. Bax bu zaman tangens alfa ilə müqayisə etmək daha rahatdır. Tangens alfa bizə nəyi verəcək burada? Təzyiqi verəcək, düzdürmü? Aha, deməli o zaman nə olacaqdır? T1 böyük, T2 o da böyük olacaq T3-dən. Deməli T1 böyük, T2 böyük T3-dən. Yəni müqayisə eləsək bucaqlarla, məsələn, bax birin bucağı daha böyükdür, düzdürmü? Sonra 2-nin bucağı, sonra 3-ün bucağı. Deməli ona uyğun olaraq da bizim temperaturlarımızı müqayisə eləyə biləcəyik. Məsələn, tangens alfa ilə bucaqla da baxsaq, tangens alfa T1-ə 2 bizə nəyi verəcəkdir? P-ni verəcəkdir. Aha, belə. Bir dəqiqə. Aha. Deməli, müəllimlər, dərs izahımız bu qədər. Molekulyar kinetik nəzəriyyə, ideal qaz qanunları. Deməli, ev tapşırığı olaraq nədir? Ev tapşırığımız, deməli, güvən test toplusundan molekulyar kinetik nəzəriyyənin A, B, C variantlarını işləmək. A variantını həmişə dediyimiz kimi çalışın, dərsdə qrupda müzakirə edin. B və C variantlarına isə dərsdə baxacağıq. Dərsimiz bir də olacaq 6-cı gün inşallah. Xahiş edirəm 6-cı günə kimi testləri bitirək. Molekulyar kinetik nəzəriyyənin demək olar ki, testləri çox rahat işlənir. Çünki çoxlu qrafik olur. Qrafiklərdə, yəni qrafikin əgər metodunu bildirsə, yolunu bildirsə, çox rahatdır. Yəni bir dənəsindən digərinə keçid eləmək və yaxud da ki, biri sabitdir, hansından hansına keçid eləyək, biri sabit olan digəri necə dəyişir. Bu üç prosesi doğru analiz elədirsə, doğru yadda saxladırsa, bir-birinə keçidlər çox rahatdır. Təbii ki, indi əgər o başa düşülməyəndə zaten çətin gəlir hər şey. Belə, bugünkü mövzumuz bu qədər. Əgər sözünüz, sualınız varsa buyurun. Sözünüz, sualınız yoxsa dərsimiz bugünlük bu qədər. Müəllimə, bir sualım var idi. Bəli, bəli, Bu buyurun. axırıncı izah elədiyiniz, bir də ora qayıda bilərsiniz. Aha, hansı müəllim? Lab axırıncı. Aha, bəli, buyurun. Bu hissədə o tangens alfana ifadə olunan P-lərdir də, düzdür? Aha, Orada böyük olan birinci, o P1 böyükdür, P2 böyükdür, P3 yazılmalı idi, yoxsa? Müəllimə, burada indi mən T-ləri soruşubdur. Yəni mən bu bir test var idi, testdə yoğun yazmışdım bunu. T-ləri soruşmuşdu ki, T-ləri müqayisə edin. T1 böyük, T2 böyük, T3 yazmışdım. Amma tangens alfa ilə də baxanda, bəli, tangens alfa P-ni verdiyi üçün P1 böyük, P2 böyük, P3 şəklində yaza bilərik. Oldu. Bir dənə də sualım var idi müəllimə. Buyurun. Orada difuziyanın sürətinə təsirin amilləri dediniz. Bir Aha. temperatur, bir də konsentrasiya dediniz. Elə idimi? Aha, aha. Olar ki, testdə konsentrasiya yox, maddənin aqreqat halı verilsə, onu götürmək olarmı? Bəli, bəli, olar. İkisi də verilə bilərmi? Konsentrasiya, aqreqat halı? Çünki Yox, məsafə ilə müəllim, bağlıdır. əsasən müəllimə, əsasən temperatur verilir. Difuziya deyəndə ilk ağla gələn temperatur olur ki, sürəti necə asılıdır temperaturla. Əsasən onu verin, testləri işləyəndə görəcəksiniz. Əsasən temperatur verilir, daha çox. Bəzən konsentrasiya da verilir, amma aqreqat halda olan hal olur. Amma aqreqat halıyla konsentrasiyanın ikisini bir arada görməmişəm. İndi olarsa da baxarıq yenə testdə. Əsasən amma temperatur verilir, yəni narahat olmayın. Əsasən temperaturla müqayisə olunur ki, temperaturun sürəti də, yəni difuziyanın sürəti temperaturdan necə asılıdır. Oldu, çox sağ olun. Müəllimlər, dərs izahı aydın oldu mu? Əsas məni narahat edən bu qrafiklərdir. Qrafiklər sizlərə aydın oldu mu? Bəli, müəllim. Aydın olmayıb İndi aydındır müəllimə. Görək testdə tətbiq eləyə biləcəyik. İnşallah müəllimlər. İnşallah. Molekulyar kinetik nəzəriyyə müəllimlər əsan bölmədir. Yəni siz necə, yenə deyirəm, o ipucunu tutdunuz, o bir tərəfini tutdunuz, gerisi gedir. Əsas burada qrafiklərdir. Qrafikləri başa düşdünüzsə test çox rahat olacaq, indi özünüz görəcəksiniz. Yenə deyirəm, yenə də qrupda da müzakirə edərsiniz, dərsdə də yenidən üstündən keçərik. Bir də xahiş edirəm, bugün gördüm qrupda çox müzakirə gedir ki, bu dərs testləri çatdırmamaq. İnanın müəllimlər, o hamımızda elədir.
Yəni bəlkə elə düşünürsüz ki, bizdə elə deyil, biz də eləyik. Bizdə də nəsə çatışmayanlar var, çatdıra bilmədiklərimiz var. Mən sizə demişdim, inanın ki, mən hələ kurikuluma başlamamışam. Heç nə kitabım yoxdur, heç belə vərəqləmirəm də, yəni. Amma əlimizdən gələni eləyək də. Əsas bizə ixtisas lazımdır. İxtisas ən çox balı verən ixtisasdır. Düz deməmək, kurikulumu ataq bir tərəfə. Kurikulum da lazımdır. Bir tərəfdən başlayıb kurikulumda oxumaq lazımdır. Amma onsuz da bizim hamımızın belə deyim də, kurikulum onsuz da məktəbdə işlədirik. Az çox bilirik. Məsələn, bu summatiklər haqqında sual düşəndə bilirəm ki, onu hamımız yaza biləcəyik. Nə bilim, bəzi şeylər var da, bu elə şeylər var ki, onu oxumasaq da bilirik də, yəni. Yəni ona görə çox narahat olmayın, çox belə özünüzü çox stresə salmayın. Yaxşı olacaq inşallah. Sadəcə olaraq bacardığınız qədər mən başa düşürəm vallahi hamını. Hamımız işə gedirik, hamımızın ev işimiz var, hamımızın dərsimiz var.